Məsələmizin izahına baxaq. Şəkildə verilənlərə əsasən Asif ilə məktəb arasındakı məsafə 25 metr. Asifgilin evi ilə məktəb arasındakı məsafə 43 metr olarsa, Asif ilə evləri arasındakı məsafə nə qədər olar? Məsələdə bizə nə verilir? Asifgilin evi ilə məktəb arasındakı ümumi məsafə, yəni böyük çoxlu göstərilib 43 metr. Daha sonra nə verilib? Asif ilə məktəb arasındakı məsafə 25 metr. Asif ilə məktəb arasındakı məsafə də 25 metrdir. Bizdən nəyi tapmaq tələb olunur? Asif ilə evləri arasındakı məsafəni. Asif ilə evləri arasındakı məsafə nə qədər olar? Biz ilk öncə Asif ev ilə məktəb arasında yerləşir. Baxın, Asif ev ilə məktəb arasında yerləşdiyinə görə evin məktəbə qədər olan ümumi məsafəsi 2 hissədən ibarətdir. Birinci hissə Asifdən evə qədər olan məsafə, ikinci hissə Asifdən məktəbə qədər olan məsafə. Ümumi məsafədən, yəni məlum olan hissədən 43 metrdən Asif və məktəb arasındakı məsafəni çıxsaq, biz məhsul hissəni, yəni Asiflə ev arasındakı məsafəni tapmış olarıq. Ümumi məsafəmiz 43 metr, Asiflə məktəb arasındakı məsafə 25 metr. 43 metrdən 25 metrə çıxmalıyıq. 3-dən 5 çıxa bilmədiyimizə görə 4-dən 1 onluq kimi 3-ə əlavə etdik, elədi 13. 13-dən 5 çıxdıq, elədi 8. 4-dən 1 onluq verdiyimə görə qaldı 3. 3-dən də 2 çıxdıq, qaldı 1. Deməli 43-dən 25 çıxdıqda elədi 18 metr. Nəticədə Asif ilə evləri arasındakı məsafə oldu 18 metr. Doğru cavabımız olacaq B variantı.